Salam əziz abituriyentlər, hər birinizi xoş gördüm. Bugün sizlər üçün bu videonu çəkməkdə məqsədim ondan ibarətdir ki, mövzuları bir daha izah edeyim. Çünki imtahan yaxınlaşır və ikinci şansın imtahanı artıq üzümüzə gələn həftə ikinci və üçüncü qruplar üçün çox vacib həftədir. Niyə 2-3-ü qeyd edirəm? Çünki özüm tarix müəllimiyəm və ikinci, üçüncü qruplara da mən də tarixdən belə deyim ki, dərs izah edirəm və öz tələbələrimin çalışıram ki, daha yaxşı nəticə göstərsinlər. İnşallah ki, hər biriniz üzü ağ bu sınaqdan çıxarsınız. Hər birinizə arzum budur ki, istədiyiniz nəticəni əldə edəsiniz. O nəticə ilə də artıq siz gələcəyə doğru addımlaya bilərsiniz. Əvvəla bir şeyi vurğulayaq ki, yadda bir şeyi saxlayın. Həmişə ikinci imtahan birinci imtahandan daha biraz da çətinləşdirilmiş olur. Xülasə bunu niyə qeyd edirəm? Yəni arxayınçılığa çox düşməyəsiniz. Bunu sizi panikaya salmaq üçün demirəm. Sadəcə ona görə qeyd edirəm ki, özünüzü hazır hiss edəsiniz. Gedib sualları görüb narahat olmağınızdan və o suallara təəccüb keçirib vaxt itirməyinizdənsə indidən məlumatlı olub getməyiniz daha məsləhətlidir. Mən sizə ilk olaraq onu qeyd eləməliyəm ki, bu imtahanda sizə mütləq şəkildə belə deyim ki, dövlətlər formasına keçsək, Azərbaycanın ən çox verilən dövlət formasında ən çox verilən Manna dövləti ola bilir və ya Albaniya. Bu ikisi. Manna dövlətinin səbəbi ondadır ki, əsasən Ağşeirinin dövründən düşə bilər sual. Çünki ona görə ki, bildiyimiz kimi Mannanın yeganə hökmdarı Ağşeiri eramızdan əvvəl 675, eradan əvvəl 650-ci illərdə hakimiyyətdə olub və ilk dəfə onun dövründə neynəmişdi? Müstəqil siyasət yeritməyə başlamışdı. Və yeganə dövr Ağşeirinin dövrüdür ki, müstəqillik illərində belə Assuriyaya xərac ödəməyib. Bir, Ağşeirinin dövründən verilə bilər və sual olunur ki, Ağşeiri nə zaman öldürüldü? Eradan əvvəl 650-ci ildə döyüşdə məğlub olur, amma döyüşdə öldürülmür. Bunu biləsiniz. Ağşeirinin ölümünə səbəb döyüşdə məğlub olduğu üçün geriyə qayıdır və yenidən ordu toplamaq ideyasında olur. Amma xalq nə edir? Üsyan qaldırır və onun əleyhdarları bu vəziyyətdən istifadə edir. Çünki belə deyim də, Assuriya yönümlü əleyhdarları var idi axı. Ona görə də onlar xalqı təşviq edirlər və Ağşeiriyə qarşı üsyan qalxır və bu üsyan nəticəsində öldürülür. Albaniyanı niyə qeyd edirəm? Baxın, əlaqələndirmələri eləyəcəm. Diqqətli olun ki, bu sualları görəcəksiniz. Yəni, imtahandan çıxandan sonra hər kəs bu videonun altına yazacaq ki, bəli, müəllim, falan suallarınız düşmüşdür, siz çox doğru təxminlər elədiniz. Bu haqda bilirəm ki, qeydlər olacaq. Digəri isə Albaniyada. Albaniyanı da əsasən kimin dövrü? 642-681. Kimin dövrü olur? Cavanşir. Bəli, Cavanşirin dövrü mütləq şəkildə. Bir də ki, Cavanşirin ola bilər ki, hökmdar olan dövrü yox, sərkərdə olan dövrü, yəni döyüşlərdə bilirsiniz ki, Sasanilərə, ərəblərə qarşı vuruşmada kömək edib. Ola bilər ki, Cavanşirin dövrü düşsün, sərkərdəlik və ya hökmdar dövrü. Digər bir sual, əsas suallardan biri isə düşə bilər necə? Baxın, bölmə üzrə düşə bilər, o da hansı formada? Feodal dövlətləri və ərəb xilafəti. Bunların qarşılaşdırılması şəklində düşmə ehtimalı var. Yəni, bir-birinə əlaqələndirmə kimi düşünün və bu sual həmişə çətin. Ya Venn diaqramında düşə bilər, ya xəritə formasında, hər hansısa bir formada düşə bilər. Və ya paytaxt şəhəri göstərə bilər, hansı dövlətə aid olduğunu da soruşa bilər. Sxem formasında və ya belə deyim, Venn diaqramında, hər hansısa bir qrafik formasında, ola bilər cədvəl qaydasında. Yəni, ola da bilər bu sualı sizə necə versinlər? Nəticə və səbəb və nəticə formasında. Yəni, buradakı bu sualı həmişə belə böyük, dərin mövzularda bunu qarşılaşdırma edirlər ki, bu sual artıq maraqlı olsun. Və digər bir sualı deyim sizə, yadda saxlayın, dövrləşmə deyiləndə mütləq şəkildə
Ağqoyunludan düşsə Trabzon məsələsi düşə bilər. Baxın, Ağqoyunlu dövlətindən Trabzon məsələsi düşə bilər. Bir də Uzun Həsənin Gürcüstan yürüşləri. Yəni bu Ağqoyunlu dövləti sualı görsəniz, ancaq Trabzon məsələsi və ya Gürcüstan yürüşündən düşəcək. Amma digər bir məsələni deyək ki, məsəl üçün, əgər Teymurilər düşsə, bilin ki, mütləq şəkildə Şirvanşahlarla əlaqələr düşəcək. Niyə? Dərbəndilər məsələsi. Birinci İbrahim Dərbəndliyə görə. Birinci İbrahim Dərbəndli ilə Əmir Teymur. Və ya Teymurilərin Ankara döyüşü, Bəyazid məsələsi 1402-ci il. Ola bilər, oradan əlaqələndirib sual verilsin. Keçək növbəti Səfəvi. Səfəvi Osmanlı mütləq şəkildə Səfəvinin özündən deyil də, ya imperiyanın yaranması formasından düşə bilər, ya Çaldıran döyüşündən düşə bilər. Yəni, imperiyanın yaranması Mərv döyüşü 1510, 1514 Çaldıran döyüşü ehtimal bunlardır. Bu zəif ehtimallardır. Amma ən güclü ehtimalları deyim sizə ki, Səfəvi Osmanlı müharibəsi birinci mərhələ 1514-1555 Amasya sülhü, son döyüşdə Buğurt döyüşündən 54-cü il və ya ikinci mərhələsi 1578-1590 İstanbul sülhünə kimi. Bu qarşılaşdırma ilə bir də Səfəvilərdən düşsə, birinci Şah Abbasın əsas nədir? Yürüşü, başlanması, yəni belə deyək, 1603-dən Mərənd, Sərab sülhləri qarışıq. Yəni Sərab-Mərənd sülhü. Yəni bu istiqamətlərdə düşmə ehtimalı var. Yəni Səfəvilərdən düşsə, çərçivəni deyirəm ki, bu çərçivədən çıxmayacaqlar onsuz. Belə deyim. Sonra növbəti Səfəvilərin artıq Nadir Şah Əfşardan düşmə ehtimalı çox zəifdir. Amma yəni Nadirin dövrünü bildiyimiz kimi, yəni sadə bir dövrdür. Amma ən böyük düşmə ehtimalı olan sual xanlıqlarda Quba xanlığıdır. Mütləq şəkildə Quba xanlığının Rusiya ilə münasibəti bu halda düşə bilər. Bir də ki, Türkmənçay və Gürcüstan müqaviləsinin oxşar fərqli cəhətləri kimi düşə bilər. Və ya hər hansısa bir hadisəni əlaqələndirib Gürcüstan və Türkmənçay müqavilələrinin səbəblərinə oxşar kimi sala bilərlər. Digər bir məsələyə gələk. Yəni xanlıqları onunla əlaqələndirə bilərlər. Onu deyirəm, Gürcüstan, Türkmənçay. Burada diqqətli olun. Yəni xanlıqların özündən düşmə ehtimalı biraz zəifdir. Amma əsas nə? Düşsə Quba xanlığı mütləq şəkildə ola bilər. Yəni, bir də diqqətli olmalı olduğumuz Qızılqaya xəyanəti, iştirak edən xanlıqlar mütləq şəkildə onu zehnimizə, belə deyim ki, həkk edin. Qızılqaya xəyanətini və Şiraz qonaqlığını da. Ola bilər ki, Şəki xanlığından sualı necə verər? Qızılqaya xəyanətindən Şiraz qonaqlığının oxşar fərqli cəhəti kimi belə bir sualı çıxara bilərlər. Ondan sonra isə üsyanlar. Müstəmləkəçilik əleyhinə üsyanlara mütləq diqqət edin. Azərbaycanda müstəmləkəçilik əleyhinə üsyanları necə belə deyim ki, üsyanları əlaqələndirə bilərlər hər hansısa bir üsyanla. Yəni, məsəl üçün, Azərbaycanı sual vermək istəyir, amma hər hansısa bir ildə, xarici ölkələrdə, həmin ildə baş verən hadisə ilə Azərbaycanda olan hadisənin nəticəsini qeyd edə bilərlər. Bu üsyanlarda diqqətli olun. Yəni, bildirdiyim kimi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Hələ ki 9 sual izahını vermişəm ki, yəni sizə düşə biləcək. Bir də nələri deyək? Bir də milli partiya təşkilatlarının yaranmasına mütləq diqqət edin. Azərbaycan Xalq Cümhuriyyətində 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci nə hökumət görürsünüzsə hamısını. Yəni, belə deyim də, ola bilər, deyə bilər ki, məsəl üçün də 6-cı hökumətə təşəbbüs edib və ya 5-ə təşəbbüs edib və ya 4-ə təşəbbüs edib, niyə alınmayıb, nəyə görə alınmayıb, o səbəbləri mütləq yadda saxlayın.
Bir də Azərbaycanın Xalq Cümhuriyyəti dövründə baş verən bütün xronologiyanı ardıcıllığına fikir verin. Mütləq oradan sual sizi gözləyə bilər. Yəni maraqlı bir sual oradan gələ bilər. Ondan sonra nəyi qeyd eləyək? Belə deyim, Azərbaycan SSR-də qəbul olunan ikinci konstitusiyanı Azərbaycanın bugünkü günündən əlaqələndirə bilərlər. Hər hansı bir sual şəklində mümkün variantı var. Bir də mütləq şəkildə sizə bunu bildirim. İkinci Qarabağ müharibəsində mütləq şəkildə siz orada bir sual görəcəksiniz. Ulu öndərin siyasəti haqqında mütləq şəkildə bir sualınız var. Yəni buna əmin ola bilərsiniz. Digər bir məsələ, Cənab Prezidentin dövründən Qarabağ zəfərini qarşılaşdırma ilə, hər hansısa bir hadisə ilə verilə bilər. Buna diqqətli olun. Yəni, Azərbaycan tarixindən 12-13 sual civarında dəqiqliyə yaxın suallardan izah elədim sizlər üçün. Çünki mütləq şəkildə o sualların düşməsi mütləq şəkildə baş verə biləcək hadisələrdən biridir. Ümumi tarixə yaxınlaşarkən biz ümumi tarixdə əsasən sual düşə bilər sizlər üçün, belə deyim, qədim Çindən ehtimallara görə deyirəm, qədim Çindən, bundan əlavə olaraq Bizans imperiyasından mütləq şəkildə düşə bilər və belə deyim, Teymurilər, Səlcuq dövləti falan, o Azərbaycan tarixindən izah elədim necə düşəcək Teymurilər. Səlcuqlar isə Səlib yürüşünün qarşılaşdırılmasıyla düşə bilər. Bax, buna diqqətli olun. Sonra reformasiya mütləq düşə bilər. Reformasiya, böyük coğrafi kəşflər ehtimal var, az da olsa. Belə deyək, İngiltərə mütləq şəkildə, İngiltərə yeni dövrü mütləq şəkildə düşər dövlətlərlə. Bundan əlavə, dövlətlər arası münasibətlərdən mütləq bir sual gözlənilir. O da necə sual? Birinci Dünya müharibəsindən əlaqələndirilərək verilən sual ola bilər. Burada ehtimallara görə deyirəm. İkinci Dünya müharibəsi mütləq şəkildə düşəcək. Heç oradan yəni kənara çıxan deyil. 1, 2, 3, 4, 5, 6, 7, 8. Artıq 8 sualın yəni düşmə yerlərini sizlərə izah elədim ki, hansı forma düşə bilər. Bir də mütləq şəkildə soyuq müharibə dövrünə diqqətli olun. Soyuq müharibə dövründən əlaqələndirməklə düşmə ehtimalı böyükdür. Yəni bura həqiqətən ehtiyatlı olun və SSR-i, mütləq şəkildə SSR-i, yəni dağılması əsas da hansı dövr deyim, 85-ci ildən bu tərəfə, 85-91-ci illər, bax bu illərə aid mütləq şəkildə nəyisə görə bilərsiniz. Ən əsasda Ulu Öndərin 69-82-ci illər, Ulu Öndərimiz Heydər Əliyevin 69-82-ci illərdə baş verən əsas hadisələrdə oynadığı rol, bu ətrafdan sual düşməsi çox böyük ehtimaldır. Yəni buna diqqətli olun və Asiya ölkələri əsas da nəyə fikir verməlisiniz? Ərəb-İsrail müharibələrinə. Çünki mütləq şəkildə oradan düşmə ehtimalı var. Bir də SSR-nin Əfqanistana belə deyim, müdaxiləsi, bu dərsə də, bu bəhsə də fikir verərsiniz. Yəni mütləq şəkildə bütün bunları öz aydınlığınız üçün eləyin. Çünki bu sualların ətrafında mən sizə izahları verdim. Yəni deyək ki, ümumi 30 sualdırsa, ən azından 20 sualın ipin ucunu verdim ki, yəni bu sualların böyük əksəriyyəti düşəcək. Çünki bu suallar həqiqətən çətinliyi artırılmış və çox keyfiyyətli formada düşə biləcək suallarda diqqətli olmalısınız. Əsas cədvəllərlə düşmə ehtimalı və xəritə ilə düşmə ehtimalı böyükdür. Suallar var. Paytaxt, bax deyirəm, feodal dövlətlərini versə, mütləq şəkildə xəritə ilə verəcək. Paytaxt şəhərini göstərəcək və o dövləti tapmağı istəyəcək. Və ya paytaxtın bu hadisə ilə
yəni göstərə bilər ki, misal üçün o dövləti tapmağı, o paytaxt şəhərini tapmağı ki, bu hansı şəhərdir, orada diqqətli olmağınız mütləqdir. Yəni fikir verin, çünki vacib məsələlərdən biridir. Belə deyim, Səfəvilərdən ehtimalı böyük olan, hökmdarlardan böyük olan Şah 1-ci Abbasın dövrüdür. Amma köməkçi olaraq ola bilər ki, qarşılaşdırmaya görə birinci Təhmasibi verə bilər. Amma birinci Təhmasibi verəndə diqqətli olmalı olduğumuz ən qüdrətli hökmdarlardan biridir. Niyə? İlk olaraq 1538-də Şirvanşahlara son qoyub, ikinci olaraq 1551-ci ildə, baxın, 1551-ci ildə isə kimə son qoydu? Şəki hakimliyinə. Niyə? Ona görə ki, artıq Azərbaycanı rəsmi şəkildə birləşdirmək istəyirdi. Bax, buna diqqətli olmağınız mütləqdir. Diqqətli olun, suallarda heç bir panika yaşamayın. Məsləhətim budur ki, imtahana getdiniz, özünüzdə sərbəstlik hiss edin. Baxın, bu sualları niyə izah edirəm? Ən azından gedəndə düşünərkən biləcəksiniz ki, ən azı bu dərsi siz bilirsiniz və ya bu mövzunu bilirsiniz, bunu mənimsəmisiniz. Yəni, bunlarda diqqətli olun ki, artıq bu sizə gələcəyiniz üçün həqiqətən vacibdir. Yəni, ikinci şans sizə zarafat gəlməsin. Həqiqətən məsuliyyətli işdir, diqqətli olun, öz şanslarınızdan düzgün istifadə edin, hər bir şeyə diqqət edin. Yəni, sualları oxuyarkən diqqətli olun və bir də sizə bir müsbət hadisə deyəcəm. Bunu mütləq yerinə yetirin. Səhər-səhər getdiyiniz an, səhər oyandınız, getmək istəyirsiniz imtahana və ikinci şansa gedərkən ilk olaraq kimlər limonlu su xoşlayırsa onu qəbul eləsin. Bir stəkan suya biraz limon sıxıb qəbul edin. Şirin, şokolad bununla qəbul edin ki, beyniniz, zehniniz daha tez alışsın və daha tez adaptasiya eləyə bilsin və zehniniz sürətli işləyəcək. Və ya limonu sevməyənlər üçün başqa bir südlə balı qarışdırıb onu qəbul edin. Yəni bir stəkan südə bir çay qaşığı bal əlavə edin. Bu şəkildə qəbul edin. Həqiqətən zehniniz çox fəal olacaq. Özünüzü gümrah hiss eləyəsiniz və imtahanda daha yaxşı nəticə göstərə biləcəksiniz. Bütün streslərdən falan uzaq olun. Əsas məsələmiz budur. Bir gün qalmış özünüzə, imtahana bir gün qalmış özünüzə istirahət verin. Heç nə düşünməyin. Sadəcə öz, belə deyim ki, fəaliyyətinizi göstərin. Biraz özünüzü rahatlaşdırın. Fikriniz suallarda olmasın. Çünki beyin artıq özü adaptasiya olsun və səhər imtahanda zehniniz daha fəal və daha yaxşı iştirak eləməyinizə kömək eləsin. Burada əsas məsələmiz sizin gələcəyə olan ümidlərinizin puç olmamağıdır. Gələcəyinizin daha yaxşı və daha kreativ olmağı üçün çalışmalıyıq. Məsələmiz budur. Fəaliyyətlərinizi göstərin. Belə deyim, testlər üzərində işləyərkən diqqətli olun. Getdiniz imtahana, açdınız sual kitabçasını. Məsəl üçün, sual kitabçası gəldi, götürdünüz, qoydunuz qarşınıza və bu sual kitabçasından bu formada istifadə edin. Açırsınız, misal üçün. Görürsünüz ki, tarix. Nəzəri olaraq sualları göz gəzdirərək gedin, bütün suallara. Və hansı sualı bilirsinizsə, tez işarələyin. Nəzəri olaraq, belə-belə işarələriniz. Bunu bir də davam edin. Tarix bitdi. Geriyə qayıtmayın tarixə. Davam edin. Məsəl üçün, ədəbiyyat. Ədəbiyyatda da yenə nəzəri olan nələr varsa qeyd elədiniz avtomatik olaraq. Tez düşünürsünüz axı bunu. Və deyək ki, misal Azərbaycan dilinə gəldiniz. Mütləq şəkildə. Azərbaycan dilindən mütləq orada nəyisə yerinə yetirdiniz. Bitdi. Və ya misal üçün Azərbaycan yerinə ingiliscə gəldin. Bu formada. Yəni, hər biriniz üçün izah edirəm də, yəni bütün qruplar üçün izah edirəm ki, bütün qruplar bu şəkildə eləsin. Mən tarix üzərində izah edirəmsə, siz onu, məsələn, birinci qruplar üçün nəzərdə tutsun, 2-lər 2 üçün, 3 üçün, 4 üçün, yəni nələr lazımdırsa, bu şəkildə keçdiniz, bitirdiniz. Misal üçün, deyək ki, ümumi nəzəri deyək ki, 20 dənə suala cavab verə bildiniz, bitdi.
Sonradan artıq biraz düşündürücü suallara gəlirik. Yəni orta səviyyəli suallara. Təzədən başlayırıq tarixdə artıq biraz düşünə-düşünə getməyə. Və bitirdiniz, keçirsiniz ədəbiyyata. Onu da o şəkildə bitirdiniz. Məsələn, keçirsiniz Azərbaycan dilinə və ya ingilis dilinə. Onu bitirdiniz, hamısı. Təzədən qayıdırsınız başa. Artıq daha da çətinliyə artırılmış suallar. Və bir şey, əmin olmadığınız suala cavab yazmağa çalışmayın. Əmin olmadığınız heç bir suala cavab verməyin, əziz şagirdlər. Bu, sizin üçün zarafat gəlməsin. Çünki əsas məsələmiz 4 səhv bir düzə aparır. Bildiklərimizi yazmışıq və özümüzdə əminlik varsa, o sualları bitirdik. O suallara qayıdıb yenidən oxuyub cavabı dəyişməyə və ya oxşar cavablar tapmağa çalışmayın. Diqqətinizi toplayın ki, diqqətli formada bu işi görə biləsiniz. Hər birinizə inanıram gözəl insanlar, inanıram ki, uğurları qazanmaq üçün əlinizdən gələni eləyəcəksiniz. Və burada əsas məsələ sizin tam hazırlıqlı şəkildə imtahana getməyinizdir. Əsas bizim vacib olan məsələmiz budur. Və bu bizə mütləq şəkildə vacibdir və lazımdır. Və sizdən də bu ləyaqətli işdə uğurlar gözləyirəm. İkinci şansda hər birinizə uğur arzulayıram. İnanıram ki, 2 və 3-cü qruplara dəstək olacaq. Bu test izahlarımı dinləyərək, izləyərək özünüzə bir təəssürat yaradırsınız. Mövzuları bu şəkildə düşünürsünüz və inanın ki, hazırlıqlı gedəndə insan üçün daha yaxşı olacaq. İnanıram ki, ən azı ipucu verdiyim bu testlər üzərindən ən azı qarşınıza 10-12 sual gələcək və siz onu tam rahatlıqla eləyə biləcəksiniz. Hər biriniz